sakit olsun. Her şey yaxşı olacak. Sakit olun, hər şey yaxşı olacaq. Qəzaya düşən təyyarənin bələdçisi Hökümə Əliyevanın ölümündən əvvəl sərnişinlərə son təlimatı. Sakit olun, hər şey yaxşı olacaq. Allah şəfa versin sağ qalanlara. Bu vəhşəti yaşamayın bir daha. Ümid dolu arzularla yaşayın. Əl qaldırıb dua edək Allaha. Gedən getdi, qalanları qoruyaq. Sular yenə yavaş-yavaş bulanır. Yaramızı gəl özümüz sarıyaq. İçimizdə qara əllər dolanır. Faciənin qurbanları şahidi, qəhrəman adını daşıyacaqlar. Təyyarədə olanların hər biri həmişə qəlblərdə yaşayacaqlar. Cəsədləri qovuşsa da torpağa, ruhları göylərdə daim qalacaq. 20 nəfər keçib gəlsin qabağa. Sakit olun, hər şey yaxşı olacaq. Sakit olun, hər şey yaxşı olacaq. Təyyarə qəzasında dünyasını dəyişənlərə Allah rəhmət eyləsin. Yaralı olanlara Allah şəfa versin. Amin, amin ya Rabbel alemin. Kərbəlayı Abbas Yanar Səbirli.